Salam, 20 sayı imtahanının 11-ci saniyə davam edirik. Əvvəlcə listeninə qulaq asırıq. Unit 11. Listen to the passage and answer the questions from 1 to 4. It is hard to be a farmer. Cold weather can kill the crops. Bugs can eat them. Weeds can hurt the crops. Fruits and vegetables can go bad before they are sold. Some people say that farmers can fix all of this with genetically modified food. What is genetically modified food? All living things have DNA. DNA tells living things how to grow. People can change the DNA. When people change the DNA of food, it is called genetically modified or GM food. Some GM food can stay good longer, grow in cold weather, stop bugs from eating it. GM food may be able to grow in dry land in Africa. It will feed people who do not have much food. But there is a lot we don't know about GM food. Do GM companies just want to get rich? Does GM food kill bugs like butterflies? Does GM food make people and birds sick? We do not know. There have not been many tests on GM food. Bəli, suallarımıza davam edirik. Birinci suala baxırıq. Choose the correct answer to the question. Düzgün sual cavabı tapın. What can bugs do with the crops? Həşəratlar məhsulları nə edir? They can make the crops to dry. Onlar məhsulu quru edir. They can make the crops go bad. Onlar məhsulu daha da pisləşdirir. They can eat the crops. Bəli, onlar məhsulu yeyə bilirlər. They can make the crops GM. Xeyr, bugs can help the crops stay good longer. Onları daha da yaxşılaşdırır. Xeyr, cavab səhvdir. İkinci sual baxırıq. DNA is. DNA nədir? The part of every living thing that tells it how to grow. Hər bir kiçik şeyin necə inkişaf etdiyini göstərir. Bu, bəli, hər bir insanın, canlının DNA'sı vardır. Cavabımız eybəndir. Something that everyone needs to change. Kimdəsə nəysə dəyişməsi. Xeyr. Something about life that can't change. Heç vaxt dəyişə bilməyən. Həyatda nəsə. Xeyr. Something that is only in GM food. Sadəcə olaraq GM qidalarda olan. Xeyr. The crop that grows rapidly. Tezliklə böyüyən məhsul. Xeyr. Cavabımız eybəndir. 3-ə baxırıq. What's the passage mainly about? Bizim mövzumuz nə haqqında idi? Dry land in Africa. Afrikanın quru sahəsi yox. Food that can stay good longer. Daha çox qala bilən qidalar haqqında idi. Bəli, və bu da DNA'sı dəyişilmiş qidalardan söhbət gedirdi. How to change the DNA. Xeyr. How to sell. Necə sata bilərik? Yox. Fruits and vegetables yox. Meyvə və tərəvəzlər yox. 4-cü suala baxırıq. Decide whether statements are true and false. Səhv yaxud da düz olduğuna baxırıq. GM food can stay good longer. GM qidalar daha çox qala bilir. Bəli, düzgündür. GM food can't help grow food in dry parts of Africa. GM qidalar Afrikanın quru sahəsində böyüyə bilmir. Xeyr. GM food can make food grow in cold weather. Bəli, soyuq havada böyüyə bilirdi. GM food can make bugs eat crop. Məhsulları yeməsinə kömək edir. Xeyr, genetik modify olan qidalarda artıq həşəratlar yaxın gəlmir. 5-ci sualımıza baxırıq. I read, just a minute, bir dəqiqə dayanın. I read your advertisement in the paper. Mən sizin elanınızı qəzetdə oxudum. Please send me your catalog of courses and an application form for admission to Douglas College. Zəhmət olmasa siz mənə
kursunuzun və Douglas College'nin aplikasiyasını göndərin. I'm choosing the college and program most suitable for me. Mən özüm üçün münasib olan ən yaxşı kolleci və proqramı seçəcəm. I'd like to know the admission requirements. Mən giriş tələblərini öyrənmək istəyirəm. Shirley Benson. Choose a correct variant. Düzgün variantı seçirik. What is the purpose of the advertisement? Purpose yerinizə saxlayın. Məqsəd deməkdir. Elanın məqsədi nə idi? Ask for a job. İş üçün xahiş etmək. Xeyr, iş xahişi deyildi. To invite to the courses. Kursa dəvət etmək. Xeyr, kursdan söhbət getmir. Onun dəvətinə söhbət getmir. Offer a job. İş təklif etmək. Xeyr. Ask for more information. Daha çox məlumat əldə etmək üçün. Bəli. Orada deyir, sonuncu cümlədən bilirik ki, daha çox məlumat əldə etmək istəyir. 6-ya baxırıq. A nurse is wanted for a Canadian family living in Toronto. Toronto'da Kanada ailəsi üçün bir dayıya ehtiyac var. With 3 children aged between 2 and 6. No, 8. 2 və 8 yaşlı 2 uşaq. She must have a driving license. Onların sürücülük vəsiqəsi olmalıdır. 2 weeks holiday a year ilə 2 həftəlik tətil olur bir il ərzində. Bəli, davam edirik. What's the purpose of the advertisement? Elanın məqsədi nə idi? To offer a job in a family. Bəli, bir ailədə iş təklifi. Yəni onlar dayı axtarırdılar. Cavabımız bəndidir. Apply for a job. İşə müraciət deyil. Dismiss the nurse. Dayəni işdən çıxartmaq. Xeyr. To offer 2 weeks holiday. 2 həftəlik tətil değildi. To pass a test for a driving license. Sürücülük testini keçmək. Xeyr. 7-yə baxırıq. Bike for sale. Velosipedlər endirimlərdir. First hand, a Pulsar bike which has run for only 10,000 kilometers. Birinci əl Pulsar velosipedi 10.000 kilometr gedib. Bought in 2021 but looks as good as new, scratch-free, self-start, black and red color is available for immediate sale. 2021-ci ildə alınıb, yaxşı yeni kimi görünür və yalnız bir insan istifadə edib, qara, qırmızı rəngləri var və dərhal satışdadır. Expected price is $32,000. Gözlənilən qiymət $32,000. Contact Hans Mobile 7890568. Bu nömrələrlə əlaqə saxlaya bilərsiniz. Choose a wrong variant. Səhv olan variantı seçin. What's the reason for writing an announcement? Anonsu yazmağın məqsədi nə idi? Yəni bu elanı yazmağın məqsədi nə idi? To say that the bike is available for sale. Bu velosipedin endirimdə olmağını demək, yəni satışda olduğunu demək. To sell düzgündür. To sell the Pulsar bike biz səhv axtarırıq. To sell the Pulsar bike, bəli, Pulsar velosipedini satmaq. To find a potential customer, bəli, potensial müştərini axtarır. To let a potential buyer see the bike. Potensial alıcını velosipedi görmək üçün icazə verir. To buy a new Pulsar bike. Yeni bir Pulsar velosipedi almır. Bu səhv cavabımızdır. Mətnə baxırıq. Harry Potter and the Sorcerer's Stone is the first of the 7 famous Harry Potter books by Rowling. Rowling'in Harry Potter kitablarının 7 Harry Potter kitabından ilki Harry Potter və Sorcerer's Stone'dur, daşıdır, yəni adı belədir. It is readable and full of fantasies and imagination. Oxuna biləndir və fantaziyalar və təsəvvürlərlə doludur. It begins with a powerful evil magician Lord Voldemort who put a curse on Harry. Bu Lord Voldemort pis şər qüvvənin Harry'e lənət qoyduğu gündür. But he was saved by an ancient magical protection that Harry's mother transferred to him. Və bu qədim magic sehirlə Harry'nin anası ona sehir qoyur və bununla o xilas olur. The headmaster of Hogwarts School for Wizards, Dumbledore left Harry at the doorstep of his cruel uncle Vernon və Hogwarts müdürü, məktəbin sehirbazı Dumbledore Harry'ni qəddar Vernon dayıdan xilas edir. On his 11th birthday, Harry discovered that he himself was a wizard.
when he had received a letter inviting him to Hogwarts. 11 yaşında Harry başa düşür ki, o da sehirbazdır və o Hogwarts'tan bir məktub dəvət alır. In the school library, Harry and his friends Hermione and Ron discover that the Sorcerer's Stone produces the elixir of life, which gives its drinker the gift of immortality. Hermione və Ron kəşf edir ki, o eliksir, həyatın eliksirini istehsal edib və bu ona ölümsüzlük hediyesi verir. Harry decided to go after Sorcerer's Stone before the Dark Wizard Voldemort reached it. Harry Sorcerer daşlarını qaranlıq Voldemort'a çatdıqdan sonra ora getməyə qərara gəlir. His loyal friends Hermione and Ron didn't let Harry face his danger alone. Onun sadiq dostları Hermione və Ron ona təhlükəyə ilə yalnız üzləşməyə icazə vermir. Voldemort couldn't harm Harry again because of his mother's protection. Voldemort Harry'e ziyan vura bilmir yenidən, çünki anasının qoruması altında olur. It helped Harry keep Voldemort from possessing the stone. O Harry'e Voldemort keep Voldemort from bu daşlara sahib olmağa kömək edir. 8-ci sualımıza baxaq. 8-ci sualımıza baxaq. Choose the correct statements according to the passage. Düzgün statement seçirik. Harry was left at the door of his uncle by Dumbledore. Harry Dumbledore'da dayısı tərəfindən tərk edilir, bəli. Dumbledore dayısının qapısına qoyulur. Harry bought the magic stone for the black magician. Qara sehirbazdan sihirli daşı alır, xeyr. 3-ə baxırıq. Harry got an invitation to attend Hogwarts School. Harry invitation qəbul alır Hogwarts məktəbinə. Bəli, düzgündür. The School of Magic was organized by Harry Potter. Xeyr, Sehirbazlar məktəbi Harry Potter tərəfindən yaradılır. 9-cu suala baxaq. The passage is mainly about. Passage nə haqqında idi? The School of Magic, Sehirbazlar məktəbi. Xeyr. Harry Potter's parents, Harry Potter'in valideynləri yox. A powerful dark magician, sehirli qara sehirbazdan, güclü sehirbazdan. Xeyr. Harry Potter's friends, Harry Potter'in dostlarından. Xeyr. The plot of a famous book. Bəli, İbəndi. Plot məzmun deməkdir. Məzmun. Buna diqqətli olun. Məşhur kitabın məzmunundan danışır. Ona baxır. Choose the correct answer to the questions according to the passage. It is advisable to read Harry Potter and the Sorcerer's Stone as. Harry Potter və Sorcerer's Stone'u oxumaq məsləhətlidir. It is the first of the 7 famous Harry Potter's books. It is full of fantasies and imaginations. Fantaziya və təsəvvürlərlə doludur. Bəli, cavabımız bir bənd olar. Harry Potter 7-ci kitabı olduğu için yox, fantaziyalarla dolu olduğu için. C-də Harry Potter books have ordinary plot, adi məzmun olduğu için yox. It keeps the readers uninterested throughout the book, maraqsız olduğu için xeyr, niyə ki maraqlıdır. It is difficult to comprehend its plot, onu başa düşmək çətindir, xeyr. 11-ə baxırıq. The magic stone, sehirli daş, was able to make people immortal. Bəli, insanlar ölümsüz edirdi. Couldn't be found anywhere. Heç yanında tapılmırdı. Tapılı baxır. Is used for preparing the elixir of life. Bəli, 1-3. Was hidden by Harry's cruel uncle. Harry'nin qəddar dayısı tərəfindən gizlənmiş. 12-yə baxırıq. Harry asked a false istəyir, səhv istəyir. Diqqətli olun. Harry asked a dark magician to bring the magic stone. Harry sehirbazdan sehirli daşı gətirmək istəyir. Bəli, bu səhvdir. Harry made up his mind to go after the magic stone. Magic stone arxasıyla getməyi tapşırır. Harry prevented the dark wizard from reaching the magic stone. Onun qarşısını alır, prevent. Yox, a dark magician. Voldemort is Harry Potter's uncle. Bəli, o Harry Potter'in dayısı idi. 1-4 səhvdir. 2-3-ümüz düzdür. 13-ə baxaq. Do your test. Testini özün et. Ya sən özün et, ya da siz özünüz edin. 1-4. 14-ə baxırıq. I am
Interesting novel when. Bakın when var. Dikkatli olun. When varsa past simple ve past continuous verebilirsiniz. Cevabımız A bendi. Bir dakika bunu biraz soruyor. Ben I was reading an interesting novel when Nick phoned and asked me to come to him. Mən maraqlı bir nağıl oxuyan zaman Nick mənə zəng etdi və məndən gəlməyimi xahiş etdim. 15'e baxırıq. Zamanı bu diqqətli olmaz. 15'e baxırıq. Choose the correct interrogative sentence. Düzgün sual cümləsini seçirik. Does var, bəli, go var. Düzgün eydi. Does olan yerdə goes olmaz. When does this bus goes? This bus təkdə daxı does go olardı. 15'te when does this bus goes olmaz. Does olan yerdə goes olmaz. Go olardı. What time? Siz burada isə do'dan does'dan kömək fiildən heç yoxdur. 16'ya baxırıq. Mark always did well in math. To do well in olacaq. To do good at olur. Ancaq well'dirsə in veririk. To do well in math. Riyaziyyatda. I am good at. To be good at'dir. Amma to do well in olur. Diqqətli olun. 17'ye baxırıq. A minute silence. Bir düzgündür. Our friends arrival. Düzdür. 3-cüdə əgər soyad bildirirsə qabanda ziyarət olmalıydı. 4'te ise 4 days tour olardı. 4'te səhv cavabımız 1-2. 18'e baxırıq. The film I watched yesterday zən var. Zənə diqqətli oluruq. Ona görə müqayisə bilməliyik. Much exciting olmaz. Burada yoxdur müqayisə. Müqayisə bəndinləri. Much more exciting. Daha da həyecanlandırıcı idi. 19'a baxırıq. The friends could go. Could olacaq. Baxın, were able to'su yoxdur. Can olmaz çünki last month var. Have been able to zaman uyğun gəlmir. Are able to da zaman uyğun gəlmir. Last month olduğu üçün cavabımız A bəndinin yazılışına baxın. Necə də gözəl. 20'ye baxırıq. Tribe qəbilə deməkdir. Fortune şans, bəxt, tali. Habitat yaşayış yeri yaza bilməyəcəm bura. Deməli, tribe qəbilə. An ethnic group of life. Bəli, bir C. Something good happens to people. 2B, 3'də isə A, CBA, I bəndində. 21'e baxırıq. Gerda goat. Baxın, zən var. Müqayisə var. Müqayisə isə 1, 3, 4'dədir. Mani sözü sayılmayan olduğu üçün 1, 3 cavabımız A bəndi. 22'ye baxırıq. To help, kömək etmək. Kömək etmək sinonimini istəyir. Assist. Asistan sözünə yadında saxlayın. Asistan neyini? Kömək edir də insanlara. Assist kömək etmək deməkdir sinonimidir. Mike wants to play. Mike çalmaq istəyir, istəmir. Baxaq. Neither ilə and olmur, neither nor. Bunu saxlayaq. Is orada ola bilər, both ola bilər, neither or getdi. He's interested in music at all. O musiqi ilə qətiyyən maraqlanmırsa, onda neither veririk. Qətiyyən maraqlanmır. I tried. Mən cəhd etdim. Nəyə cəhd etdim? To ilə işlənir. To make him change. Bəli, C bəndi. Kompleks objekdir. Try'dan sonra to gəlir. Bu variantlar getdi. Make'dən sonra da fiil olduğu kimi qalmalıdır deyə cavabımız C bəndi. 25'e baxırıq. Safe. Təhlükəsiz. Dangerous. Antonim istəyir. Və insecure. 1-4. Hər ikisi təhlükəsizin antonimidir. 1-4. Bu qədər. Gələn dərslərdə görüşərik. Hələlik.